Salam, hər vaxtınız xeyir olsun. Bu günləri sizinlə ABC Akademiyanın biologiya sınaq toplusundan 4-cü sınağın sualları ilə tanış olacağıq. İlk sual belədir. Kələm bitkisinin çek qrupunda olan çeklərdə strukturların cəmi 136 ədəddir. Əgər bir çekdəki ürüşüm hissələrinin cəmi 6 ədəd olarsa, bu çek qrupunda əmələ gələn toxumlarda cəmi neçə ləpə yarpağı olur? Baxaq, kələm bitkisinə çek düsturunu yazaq əvvəlcə K4, L4, Y4 plus 2 və D1. Buradan struktur elementlərinin sayı 4, plus 4, 6 erkəkcik və 1 dişicik. Yəni burada 15 ədəddir. Bundan başqa çəyin bir saplağı və bir ədəddə çəy yatağını nəzərə alsaq, o zaman struktur elementlərinin sayı 17 edəcək. Aha, əgər bir çiçəkdə struktur elementlərinin sayı 17 ədəddirsə, 136 ədəd struktur elementi neçə çiçəkdədir? Buradan da tapırıq ki, 136 ədəd struktur elementi 8 çiçəkdədir. Hər çəkdə də rüşeym hissələrinin cəmi 6 ədəddir. O zaman 8 çəkdə hərəsində 6 ədəd olmaqla 48 rüşeym hissəsi var. Deyir ki, bu çək qrupundan əmələ gələn toxumlarda cəmi neçə ləpə yarpağı olur? Aha, hər rüşeym hissəsində bir toxum formalaşır. O zaman 48 rüşeym hissəsində elə 48 toxum olacaq. Kələm 2 ləpəli bitkidir. O zaman ləpə yarpaqlarını da tapmaq istəsək 48-i 2-yə vuracağıq. Yəni 48 toxum idi və 48-i 2-yə vuranda buradan deməli alacağıq 96. Yəni ləpə yarpaqlarının sayı 96-ya bərabər olacaq. Bu da A bəndində verilib. Sonra baxaq ikinci suala. Demək, çoxhüceyrəli heyvan cüyrəsinin neçə strukturda toplanan irsi məlumat əsasında zülal sintez olunur? Aha, neçə strukturda toplanan məlumat əsasında zülal sintez olunur? Aha, zülallar haqqında məlumatlar ümumiyyətlə DNT-də yazılmış, yəni kodlaşmış şəkildədir. DNT-də deməli hansı strukturlarda olur? Nüvədə, plastidlərdə və mitoxondrilərdə. Burada olan genlər əsasında zülal sintez olunacaq. İndi bizə çoxhüceyrəli heyvan deyil. Çoxhüceyrəli heyvan dediyinə görə plastidi götürməyəcəyik. Çünki çoxhüceyrəli heyvanlarda plastidlər olmur. O zaman iki struktur nəzərə alacağıq. Yəni nüvə və mitoxondrini götürəcəyik. Bu da edir B bəndi. Üçüncü sualda. Bir DNT molekulunun əmələ gəlməsi zamanı ayrılan su molekullarında cəmi 4980 proton vardır. Bu molekulda 3 qat hidrogen rabitələrinin sayı 2 qat hidrogen rabitələrinin sayından 4 dəfə çoxdur. Bu molekulda maksimum neçə nükleotid 4 rabitənin əmələ gəlməsində iştirak edər? Baxaq. DNT molekulunda əmələ gəlməsi zamanı ayrılan suda deyir ki, cəmi 4980 proton var. Bir su molekulunda protonların sayı, yəni bir H2O-da protonların sayı 8 oksigen və 2 dənə hidrogen, cəmi 10 dənə proton var. Əgər bir suda 10 proton varsa, o zaman 4980 proton neçə su molekulunda var? Bu da edir 498 su molekulu. Aha. 498 sayda su molekulu DNT-nin molekulunun sintezindən ayrılmışdır. Bu zaman DNT molekulunda olan nükleotidlərin sayı 498-in üzərində 2 gəlməklə tapa bilərim. Yəni hər zəncirdən bir dənə nükleotidin sayının əskik olmaqla su ayrılır. İndi molekul dediyinə görə biz burada 2 zəncir nəzərə alacağıq və 2 zəncirində neçə nükleotiddən təşkil olunduğunu tapmaq üçün su molekullarının üzərində 2 gəlirəm və burada 500 tapırım. Yəni DNT molekulu 500 nükleotiddən təşkil olunmuşdur. İndi burada bizə deyir ki, 2 qat hidrogen rabitələrinin, daha doğrusu 3 qat hidrogen rabitələrinin sayı 2 qat hidrogen rabitələrinin sayından demək çoxdur. Baxaq, demək 3 qat hidrogen rabitələri və 2 qat hidrogen rabitələri. 3 qat hidrogen rabitələri 4 dəfə çox olduğuna görə sayı bilmirəm, 4x-nə işarə edirəm. 2 qat hidrogen rabitələrinin sayı o zaman x-ə bərabər olacaq. Və mən yazıram, burada bir şeydə nəzərə alaq ki, 3 qat hidrogen rabitəsi neçə dənədirsə, yəni buradan guanin və sitozin də sayı ona müvafiq olaraq verilmişdir. Yəni guanin və sitozin arasında yaranan 3 qat hidrogen rabitələri. Həmçinin də adenin ilə timin arasında olan rabitələr də 2 qat rabitələrdir. Deməli, guaninin də sitozinə, daha doğrusu belə deyim, guanin sitozin cəminin də elə adenin timin cəminə nisbəti belə çıxır ki, burada 4-ə bərabərdir. İndi mən buradan nükleotidi tapa bilərəm. Taparam ki, 4x üzərinə x gəlməklə ümumi nükleotidlərin sayını belə məchuluna işarə edirəm və sonunda 5-ə bərabər edərəm. Yəni buradan tapılır ki, x-in qiyməti 100-ə bərabərdir. Aha, x-in qiyməti 100-ə bərabərdir. Biz dedik ki, adenin plus
daha doğrusu yox, guanin plus sitozin, adenin plus timin. Belə. Demək, buradan deməm. Bu ikisinin cəmi, demək, neçə idi? 4x idi, yəni 400-ə bərabərdir. Bu ikisinin də cəmi o zaman x-ə, yəni 100-ə bərabərdir. Əgər ikisi guanin sitozinin cəmi 400-ə bərabərdirsə, deməli bunların hərəsindən, yəni guanindən də 200-dür, sitozindən də 200-dür. Həmçinin adeninlə timin cəmi 100-dürsə, bunların da sayı bir-birinə bərabərdir. Adenin də 50-dir, timin də 50-dir. Bizə nə deyir burada? Deyək ki, bu molekulda maksimum neçə nükleotid 4 rabitənin əmələ gəlməsinə iştirak edir. Artıq biz guanin, sitozinin, adenin və timinin sayını bilirik. Bunları indi bir qıraqda yazaq. Deməli, guanin bərabərdir sitozinə, o da bərabərdir 200-ə. Adenin bərabərdir timinə, onun da sayı bərabərdir 50-yə. Baxaq, bu molekulda maksimum neçə nükleotid 4 rabitənin əmələ gəlməsinə iştirak edir. Baxaq, zənciri nəzərdən keçirik. Hansı nükleotidlər əmələ gətirə bilər? 1. Zəncirin kənarlarında, yəni ucuz hissələrində yerləşən sitozin və guanin 3 qat rabitəli nükleotidlər. Bunlar hər biri 4 ədəd rabitə əmələ gətirir. Burada da həmçinin 4 ədəd rabitə əmələ gətirirlər. Və həmçinin zəncirin ortasında yerləşən, orta hissələrində yerləşən adenin və timin, bunlar da yenə də 4 ədəd rabitə əmələ gətirə bilərlər. Çünki bir özündən əvvəlki, özündən sonraki nükleotidlə bir rabitə ilə hərəsinə birləşir və həmçinin də növbəti zəncirdə, yəni daha doğrusu qarşıdakı zəncirə hidrogen rabitəsindən birləşir. Və bizə nə deyir? Bu molekulda maksimum neçə nükleotid 4 rabitənin əmələ gəlməsinə iştirak edə bilər? Aha. Mən nəyə görə guanin və sitozini kənarlarda götürdüm? Düşünək ki, guanin və sitozini qıraqda yox, zəncirin ortasında götürmüşəm. Necə olacaq? 3 qat rabitə burada, hərəsi də özündən əvvəl və özündən sonra bir nükleotidlə birləşir. Burada 5 rabitə edir. Yəni bu 4 rabitəyə uyğun deyil bunlar. Ona görə mən bu orta hissədə guanin və sitozini götürmürəm. Guanin və sitozini sadəcə zəncirin kənarlarında götürürəm. Ortada adenin və timini götürürəm. Baxaq. Hesablayacağıq burada. Neçə? Deməli, adenin və timin hər biri əmələ gətirə bilər. Bu, demək, 4 ədəd rabitəni. Onların da sayı 100-ə bərabər idi. Həmçinin zəncirin də kənarlarında olan guaninlər və sitozinlər əmələ gətirə bilər. Zəncirin də kənarında neçə dənə nükleotid olar ki? 4 dənə nükleotid olacaq da zəncirin kənarlarında. Bax, bu nükleotidlər. Fərqli rənglə işarə edeyim, aydın seçilsin. Bax, zəncirin kənarlarında olan nükleotidlər 4 ədəd olacaq. Və bunları da cəmləyəndə alıram 104. Cavab 104 E bəndində verilmişdir. Biraz uzun həll oldu, amma ümid edirəm ki, anlaşıqlı olar, aydın olar. Sonra baxaq növbəti. Qapalı qabda götürülmüş bir bakteriya hüceyrəsi 75 dəqiqə ərzində bölünərək 40-a çatmışdır. Bölünmələr arasındakı vaxt neçə dəqiqə olar? Vaxtlar stabildir, yəni bütün bölünmələr arasında olan vaxt bir-birinə bərabərdir. 5 bakteriyadır və bölünürlər bunlar. Hər dəfə 2 yerə bölünürlər. Gördük ki, birinci, ikinci və üçüncü bölünmədən sonra bunların sayı 40-a çatdı. Deməli, kiçik n-in qiyməti 3-ə bərabərdir. Yəni, bölünmələrin sayı 3-ə bərabərdir. Biz də kiçik n necə tapırdıq? N bərabərdir. T bölmə, əgər maksimum sürətlə gedirsə, 20 dəqiqə və yaxud da ki, minimum sürətlə gedirsə 30 dəqiqə tutalım. Elə burada mən zamanı bilmirəm, zamanı x-la işarə eləyirəm. İndi mən burada elə bu x-i tapmalıyam. Çünki bilmirəm bölünməyə nə qədər zaman sərf olunub. Buradan x-i necə tapa bilərəm? X-la kiçik n-in yerini dəyişməklə. T-ni bölərəm. Daha doğrusu, səhv yazdım bunu, düzəldim. T-ni bölərəm kiçik n-ə. T-ni kiçik n-ə bölməklə T 75 dəqiqədir. Kiçik n-in də qiyməti 3-ə bərabərdir. 75-i 3-ə böləndə 25 dəqiqə edir. 25 dəqiqədə B bəndində verilmişdir. Sonra növbəti 5-ci suala baxaq. 5-də nə deyir bizə? Deyir ki, şəkildə hansı rəqəmlərlə verilən hissə və ya hissələr ribosomda sintez olunur? Aha, hansı rəqəmlərlə verilən hissələr ribosomda sintez olunur? Yəni, zülaldır. Bizə zülallar lazımdır. Baxaq, burada zülal hansılardır? Biri zülaldır. 2 də zülaldır. Sonra 3. 3 də zülaldır. Bəs digərləri nədir? Digərləri 4-cü karbohidratdır. Yəni, o ribosomda sintez olunmur. 5-ci də lipiddir. Yəni, onları götürməyəcək ona görə. 4, 5, yəni bundan da başqa rəqəm verilməyib. Elə sadəcə 1, 2, 3 olacaq. Bu da C bəndində verilmişdir. Baxaq növbəti suala.
Altıncı sualla insanda 3 eyni yumurta əkizinin zigotunun əmələ gəlməsi zamanı bilavasitə neçə qamçılı qamet iştirak edir? Eyni yumurta əkizdir, fərqi yoxdur. Sayın burada. Bir dəqiqə. Burada sayın fərqi yoxdur. Çünki bunlar eyni yumurta əkizləridir. Hamısı bir zigotdan əmələ gələcək. 3 eyni yumurta əkizdirsə, bunun yaranmasında bir zigot iştirak edir. Bir zigotdan bir qamçılı gametin, yəni bir spermatozoidin bir yumurta hüceyrə ilə birləşməsindən yaranır. Bizə də qamçılı gamete soruşur, yəni sadəcə spermatozoidin sayını soruşur. Ona görə də biz elə burada bir cavabını götürəcəyik. Yəni altda cavab A bəndi olacaq. Sonra baxaq növbəti 7-ci suala. 7-də deyir ki, verilən orqanoidlərdən hansı lizosomların formalaşmasını təmin edir? Lizosomlar harada formalaşır? Lizosomlar Golgi kompleksində formalaşır. Cavablarda Golgi kompleksi B bəndində verilmişdir. Yəni burada B bəndi uyğun cavabdır. Sonra digər 8-ci suala keçək. Hansı bitkinin zigota bölünərkən qütblərə 2 xromatidli xromosomlar çəkilir? Zigot bölünərkən 2 xromatidli xromosomlar çəkilir. 2 xromatidli xromosomlar nə zaman çəkilir? Birinci meyozda çəkilir. Deməli, bu canlının zigotu meyoz yolla bölünməlidir. Hansı canlının zigotu meyoz yolla bölünür? Ulotrixin zigotu. Ulotrixdən zigot meyoz yolla bölünürdü. Xatırlayaq ki, 4 ədəd qamçısız spor əmələ gətirirdi. Zigotdan 4 ədəd qamçısız spor çıxırdı. Amma digərlərinin zigotu ümumiyyətlə xlorellada, yəni şizogoniyada qeycinsiz çoxalmadır. Digərlərində də isə zigot mitoz yolla bölünür. Sonra növbəti sual 9-da görək nə deyir. 9-da nə verir bizə? Aşağıda ağ çəng əlamətinin irsən nəslə ötürülməsini əks etdirən nəsil ağacı sxemi verilmişdir. Rəqəmlərlə göstərilmiş fərdlərin genotiplərinin müvafiq olaraq hansı bənddə doğru göstərilmişdir? Ağ çəng dominant əlamətdir. Dominantdırsa, bunun üzə çıxmasını biz izləyək. Ağ çəng əlaməti işarələnmiş fərdlər, yəni bunlar ağ çəng əlamətinə malikdirlər. Dominant ağ çəng əlamətinə malikdirlər. Dominant olduğuna görə, deməli, məsələn, elə 1-2 işarələr, deməli, 1 və 2-nin hər ikisində dominant olmalı. Məsələn, C ilə D-ni çıxıram. Çünki burada resesiv əlamətli fərdlər də verilmişdir. Sonra, bu dominant əlamətli fərdlər, baxaq, parçalanma veriblər. Çünki, baxaq, 4-cü fərqli bir genotipə malikdir. Onda ağ çəng əlaməti yoxdur. Parçalanma veribsə bunlar, deməli bunlar heterozigotdurlar. Heterozigot olan da hər ikisi heterozigot olmalıdır. Burada 3-ün bir nisbətində parçalanma verdiyinə görə hər ikisi heterozigot götürəcəm. Hər ikisi heterozigot olduğu halda B A uyğun deyil. İndi B ilə E-nin sırasında irəliləyək. Görək buradakı cavablardan hansı uyğun gələcək. Demək, əgər birinci heterozigot A genotipinə malikdirsə, üçüncü də heterozigot A genotipinə malikdir. Böyükə, kiçiyə. O zaman E bəndi də burada uyğunsuz cavabdır. Sadəcə B qalır, amma digərlərində izləyək. 4 resesiv əlamətlidir. Ümumiyyətlə onda yoxdur. 4-cü bəli olar, uyğun gəlir. 5-ci də ikinci ilə eyni genotipə malikdir. 2 ilə 5 eyni genotipə malikdir. Bəli. 6-cı da demək resesiv əlamətlidir. O da bəli, uyğun cavab elə B bəndində verilmiş cavabdır. Yəni 9-da cavab B bəndi olacaq. Cədvələ əsasən X-in qiymətini tapın. Çəkili bitkinin çiçəyinin şem kisəsində spermlər daxil olduqdan sonra 2 qat maylanma prosesində İştirak edəcək hüceyrələrdə xromosomların ümumi sayı 52-dir. İştirak edəcək erkək qametlərdə xromosomların ümumi sayı 16-dır. İştirak etməyəcək hüceyrələrdə xromosomların ümumi sayı soruşur. Suala bu hissədən başlamaq istəyirəm həllə. İştirak edəcək 2 qat maylanmada 2 dənə, yəni burada sperm iştirak edir. 2 spermin xromosom yığımı 16-ya bərabərdir. Biz bilirik ki, spermlər mitoz yolla əmələ gəlirlər və bunların hər ikisinin xromosom yığımı təbii ki, bir-birinə bərabər olur. Çünki bir hüceyrənin bölünməsindən yaranıblar.
və demək ki, hərəsinin də xromosom yığımı o zaman 8 olacaq. 8. Yəni bitkinin demək ki, spermləri 8 xromosom yığımına malikdir. İçərisində burada bitkinin spermləri lazım deyil. Hər birinin ayrıca xromosom yığımını bilmək. Bunu silə də bilərik ona görə. Sonradan gördüm ki, lazım deyil. İştirak edəcək hüceyrələrdə xromosomların ümumi sayı. İştirak edəcək 2 qatmanlamada 4 dənə hüceyrə var. Bir mərkəzi hüceyrə, hansı ki onun xromosom yığımı 2N'dir. Bir yumurta hüceyrə, onun da xromosom yığımı N'dir. 2 dənə də sperm. Onun da ikisinin birlikdə xromosom yığımı 2N olur. Baxaq, 2N xromosom yığımı, yəni spermlərin ikisinin birlikdə xromosom yığımı 16-ya bərabərdir. Və toplam burada iştirak edəcək hüceyrələrdə də xromosomların sayı 52-dir. 52-dən 16-nı çıxanda alıram, demək 36. 36-da mərkəzi hüceyrənin bu 2N ilə yumurta hüceyrənin N-nin cəmidir. Onda görək necə olur. 2N üzərindən, yəni mərkəzi hüceyrənin 2N ilə yumurta hüceyrənin N-ni toplayanda bu ikisinin cəmi 36-ya bərabərdir. Deməli, o zaman bitkinin haploid xromosom yığımı 12'dir. İştirak etməyəcək hüceyrələrdə xromosomların ümumi sayını soruşur. İştirak etməyəcək hüceyrələr yumurtacığın yanında, yumurta hüceyrənin üzr istəyirəm, yanındakı 2 hüceyrə və əks qütbdəki 3 hüceyrə idi. Cəmi 5 hüceyrə idi. Hərəsi də haploid xromosom yığımı idi. Yəni 5'in N'in qiymətini biz buradan bilirik. Gətirib yerinə qoysa 5 vurma 12, yəni 5'in 12 hasili 60'a bərabər olacaq. Yəni 60 iştirak etməyəcək hüceyrələrdəki xromosom yığımı 60'a bərabərdir. Bu da 10-cu sualda demək D bəndində verilmişdir. 11-də fərqli canlılara aid hüceyrələrin bəzi xüsusiyyətləri cədvəldə verilmişdir. Baxaq, nə var? Plazmid, hüceyrə divarı, xlorofil, xloroplast, lizosom. Buna görə X, Y, Z və T hüceyrələrinin hansıların bir bakteriya olduğunu söyləmək olar. Sualı elə asan olsun deyə bu hissədən başlayıram. Xloroplastlar və lizosom. Bunlar membran quruluşlu orqanoidlərdir. Bakteriyalarda membran quruluşlu orqanoidlər olmayacaq. Ona görə də X və T cavabı harda varsa çıxıram. Qalır A və E bəndləri. Hər ikisində Y var. Baxaq Y-ə. Plazmidlər, bəli, bakteriyalarda plazmidlər var və hüceyrə divarı var. Doğrudur. Z-də nə deyir? Z-də də deyir ki, hüceyrə divarı və xlorofil. Bəli, hüceyrə divarı və xlorofilə malikdir. O zaman hər ikisini götürə bilərəm. Yəni 11-də A bəndində verilən Y və Z bakteriya hüceyrəsi ola bilərlər. Ona görə də burada cavab A bəndi uyğun cavabdır. Sonra keçək 12-ci suala. 12-ci sualda nə deyir bizə? Demək, çöl göyərçininin göz qapaqlarının ümumi sayı A, caynaqsız barmaqların sayı B olarsa, ürək məhdəciklərinin sayı hansı ifadə ilə müəyyən olunur? Göz qapaqları. Deməli, 3 cüt göz qapağına malikdir. Yəni, A-nın qiyməti 3 cüt, yəni 6 ədədə bərabərdir. Barmaqların, caynaqsız barmaqların, yəni qanadında olan barmaqların sayı hər qanadda 3 ədəd verilmişdir və 3, 6-ya bərabərdir o da. 6. Ürək məhdəciklərinin sayısı 2 məhdəcik var quşlardan. 2 məhdəcik var. 2-ni necə taparam? 6'nın üzərinə 6'nı gəlib elə 6'ya bölməklə mən 2 tapa bilərəm də. O zaman belə yazım. A üstə gəl B bölmə 2, daha doğrusu yox 2 yox 6 bölmə 6 bərabərdir 2 verəcək. A üstə gəl B bölmə 6 da A bəndində verilmişdir. Yəni 12'də cavab A bəndi olacaq. 13'ə baxaq. Siyanobakteriyalarda bitki hüceyrəsində olduğu kimi, aha, hüceyrə divarı. Hüceyrə divarı olur. Bəli, doğrudur. Biri götürürük. Xloroplast olur. Xloroplast membran quruluşlu orqanoiddir. Siyanobakteriyada olmayacaq. Həmçinin də vakuolda heç olmayacaq. Çünki o da membran quruluşlu orqanoiddir. Ribosom da olur. Yəni 2 və 4'ü çıxsam, cavablardan 2 və 4'ü çıxsam 1, 3 qalır. Bu da E bəndində verilmişdir. Sonra növbəti 14-cü sual. Bir hüceyrədə ribosom orqanoidinin aktivliyinin artması sitoplazmadakı molekullardan hansının miqdarının artmasına səbəb olar. Ribosomun miqdarı artır. Ribosom jilal sintezi verir. Jilal sintezi artıbsa, görək nə olur? Amin turşularının sayı artır. Xeyr, əksinə amin turşuları, o sərbəst amin turşuları jilal zəncirinə birləşəcək və miqdarı azalacaq. Ona görə bir uyğun deyil. Fermentlər miqdarı. Fermentlər sabit miqdardadırlar. Yəni onlar dəyişilmirlər.
Yəni bu da uyğun deyil. Suyun miqdarı, aha, jülalın sintezi zamanı su ayrılır. Yəni translasiyada su ayrılacaq. 2-nin miqdarı artacaq. 2 uyğundur və ATP-nin miqdarı. ATP sintez proseslərində enerji mənbəyi rolunu oynayır, yəni xərclənir. Ona görə də onun miqdarı artmayacaq, əksinə azalacaq. Ona görə də 4 də uyğun deyil. Yəni burada qaldı bir dənə 2. 2 də hansı cavabda verilmişdir? Deməli E bəndində verilmişdir. Sonra baxaq növbəti 15-ci suala. Görək 15-də nə deyir bizə? 15-də deyir ki, nöqtələrin yerinə uyğun gələn açar sözlərin düzgün ardıcıllığını müəyyən edin. Ekosistemdə yaşıl bitkilər. Ekosistemdə yaşıl bitkilər, çoxhüceyrəli heyvanlar və s. uyğun gələn sözləri deyəcəyik. Ekosistemdə yaşıl bitkilər üzüm maddə istehsal edilir. Yəni onlar istehsalçıdırlar. İstehsalçıdırlar. Çoxhüceyrəli heyvanları isə həmin üzüm maddəni istehlak edirlər. Yəni istehlakçıdırlar. 4-1 ardıcıllıq bu şəkildədir. Sonra ekosistemdə qida zəncirinin hər bir halqasından sonra redüsent ola bilər. Yəni burada 4-1-5 ardıcılığı ilə 4-1-5 də verilmişdi E bəndi. 15-də yəni cavab E bəndi olacaq. Keçək 16-cı suala. Şəkildə verilən canlının aid olduğu sinifin nümayəndələrinin tarixi inkişaf zamanı ilk dəfə əmələ gəlmişdir. Şəkildə verilən canlının aid olduğu sinifin nümayəndələrində tarixi inkişaf zamanı ilk dəfə əmələ gəlmişdir. Aha, yəni burada söhbət sürünənlər sinifindən gedir. Sürünənlər sinifinin nümayəndəsi verilmişdir və söhbət də sürünənlərdən gedir. Görək sürünənlərdə ilk dəfə nə əmələ gəlmişdir? Döş sümüyü. Döş sümüyü qurbağada var idi. Yəni o suda quda yaşayanlarda var idi. Yəni o ilk dəfə sürünənlərdə əmələ gəlməyib. Yanlışdır. 2 qan dövranı yenə də qurbağalarda var idi. Sonra borlu sümük. Qabırğa, bu da suda quda yaşayanlarda var idi. Amma döş qəfəsi yox idi. Çünki onlarda döş sümüyü yuxarı ətrafın qurşaq hissəsinə aid idi. Qabırğalarda yəni zəif inkişaf etmiş qabırğalar idi. Ona görə cavab burada 16-da D bəndi olacaq. 17-ci suala baxaq. Uyğunsuzluğu müəyyən edin. İlk xordallar proterozoy erasında yaranmışdır. 17-də verdiyi bu A, yəni bir dəqiqə uyğunsuzluq bizə lazımdır. Hə, bu uyğundur. Ona görə bunu götürmürük. Sonra baxaq. İlk sənədsiz onurğalılar Ordovikdə yaranmışdı. Uyğundur. Göbələklərin quruya çıxması silurda. Xeyr, göbələklər silurda quruya çıxmamışdı. Göbələklərin və bitkilərin quruya çıxması bu demək şeydədir. Ordovikdədir. Elə uyğunsuz bu da əslində. Qıcların yaranması Devon, örtü toxumların meydana çıxması təbaşiri, bunlar da uyğun cavablardır. Yəni burada cavab sadəcə C bəndi oldu. Demək 17. Kök hüceyrəsində 28 xromosom olan dişi bitkinin çeyi, endosperm hüceyrəsində 27 xromosom olan bitkinin tozcuğu ilə tozlandırılmışdır. Baxaq elə buradan. Demək dişi bitkidir və erkək bitkidir. Kök hüceyrəsində dişi bitkinin 2 xromosom yığımı, diploid olur da, kök hüceyrələrin xromosom yığımı 28-ə bərabərdir. Bunun haploid xromosom yığımı demək 14-ə bərabər olacaq. Erkək bitkinin isə endosperm hüceyrəsində, hansı ki endosperm 3 xromosom yığımıdır, xromosomun sayı 27-yə bərabərdir. Demək bu bitkinin diploid yığımı olacaq 18, haploid yığımı olacaq 9. Çarpazlaşmadan əmələ gələn hibrid bitkinin dölsüzlüyü Karpachenko metodu ilə aradan qaldırıldıqdan sonra bu hibrid bitkinin 3 somatik hüceyrəsində cəmi neçə xromosom olar? Aha, bunlar çarpazlaşdırılır. Bunlardan nə alınır? Bizə zigot lazımdır. Zigot demək haploid xromosom yığımlarının birləşməsinə yaranır. Dişi bitkinin haploid xromosom yığımı 14-dür, erkək bitkinin haploid xromosom yığımı isə 9-a bərabərdir. 14 və 9 toplamda bu eləyir demək 23. Aha. 23 belə alınır. Amma bu 23 dölsüzdür. Mən dölsüzlüyü aradan qaldırmaq üçün 14 və 9-un hər ikisinin 2 qatını götürməliyəm. Bu da eləyir 28, deməli 18 eləyir 46. Yəni döllü almaq üçün 46 xromosom yığımlı nümayəndələrini götürməliyəm. Və 46 olur bunun somatik hüceyrəsi. İndi mənə deyir ki, 3 somatik hüceyrədə cəmi neçə xromosom var? Birində 46-dırsa, üçündə də 46-nı 3-ə vurmaqla 138 taparaq alaram. Yəni C bəndi uyğun cavabdır burada. Sonra
19-da insanın həzm kanalında qidanın keçmə ardıcılığı hansı bənddə doğru göstərilmişdir? Aha, burada bağırsağın şöbələri verilib, nazik bağırsaq və yoğun bağırsaq. Nazik bağırsaq başlayır, deməli birinci 12 barmaq bağırsaq, sonra acı və sonra qalça bağırsaq. Və keçir yoğun bağırsağa, kör, çəmbər və düz bağırsaq. Demək, ardıcılıq birinci 12 barmaq bağırsağına başlayır, 6 ilə başlayır, sonra acıya keçir, 2-yə keçir, sonra qalça 4, sonra kör 1, 5, 3, 6, 2, 4, 1, 5, 3, 6, 2, 4, 1, 5, 3. Hansıdır bu? A bəndi. 19-da A bəndi demək uyğun cavab olacaq. İnsanda qanın qidalı maddələrin maksimum zənginləşməsindən bilavasitə sonra göstərilən orqanlardan keçməsi ardıcılığını müəyyən edin. Qan qidalı maddələrlə harda zənginləşir? Yəni qida qana sorulduğu yerdə, yəni nazik bağırsaq divarında olan, xovların divarında olan kapilyarlarda. Çünki həmin kapilyarlara qidalı maddələr sorulur. Sonra həmin qan, yəni nazik bağırsaqdan gələn qan birinci qaraciyərə daxil olur. Yəni ardıcılıq deyilsə mən 1 ilə başlamalıyım elə. Çünki nazik bağırsaqdan gələn qan dediyim kimi qaraciyərə gəlir. Sonra qaraciyərdən böyük qan dövranından qayıdıb ürəyə, ürəkdən də kiçik qan dövranından ağciyərə gedir. Yəni 1, 3, 2 ardıcılığı uyğun ardıcılıq olacaq. Bu da 20-də D bəndindən verilmişdir. Sonra 21-ci suala baxaq. Zülal molekulunun sintezinə maksimum 32 saniyə vaxt sərf olunmuşdur. Bu zülalın tərkibindəki amin turşusu qalıqlarının radikalsız hissələrində cəmi neçə oksigen atomu olar? Aha. Maksimum zaman deyir. Aha, maksimum deyilsə 5-də 1 saniyə ərzində zülallar birləşir. Daha doğrusu amin turşular zülal zəncirinə birləşir. Belə götürməliyik. Yəni bir amin turşusu zülal zəncirinə birləşməsi 5-də 1 saniyə və yaxud da başqa sözünə 0.2 saniyə olur. İndi bilmirəm neçə amin turşusu var burada. X-la işarətləyirəm və deyirəm ki 32 saniyədə bunlar birləşmişdir. Buradan da X-i tapsam 160 alarım. Yəni 160 dənə amin turşusu demək zülalı əmələ gətirir. Bu amin turşularının da radikalsız hissələrində cəmi neçə oksigen atomu olar? Amin turşularının radikalsız hissələrində oksigen hardadır? Karboksil qruplarının içərisində. Bu karboksil qrupları da bir-birlərindən deməli amin qrupundakı hidrogen və karboksil qrupundan da hidroksil ayrılır və bunlar su əmələ gətirilir, H2 əmələ gətirilir. Və bu hər karboksil qrupunda da bu zaman artıq bir dənə oksigen qalır. Buradakı oksigen. Və belə danışaq da bu birinci tutaq ki amin turşusu olsun. Hər birisi belə şəkildə gələcək, növbəti gələcək. Gəlib 160-cıya çatanda artıq 160-cı. Buradan bu yana bitir axı zəncir. Artıq bu heç bir amin qrupu ilə birləşmədiyinə görə sonuncu 160-cı amin turşusunda karboksil qrupunun da oksigenin hər ikisi yerində qalacaq. O zaman necə tapa bilərəm? Belə taparam da əvvəlki 159-da hərəsində bir dənə götürərəm. Sonuncu 160-cıda da 2 dənə götürürəm. O zaman olar 161 oksigen. 161 oksigen də hansında verilmişdir? Deməli D bəndində verilmişdir. Cavab D bəndi olacaq. İşarətləyək də buradan. Sonra keçək 22-ci suala. 22-ci sualda nə deyir bizə? Şəkildə ifraza sisteminin quruluşu verilən canlı haqqında hansı fikir doğrudur? Burada demək verilən ifraza sistemi quşlara aid ifraza sistemidir. İlk dəfə 4 kameralı ürəyin əmələ gəldiyi sinif aiddir. İlk dəfə 4 kameralı ürək sürünənlərdə əmələ gəlmişdir. Yəni bu uyğun deyil. Çıxırıq bunu. Doğru fikri soruşur da bizdən, ona görə uyğun olmayanı çıxırıq. Mərdəciyində yalnız arterial qan olur. Xeyr, mərdəcik sağda, solda, sağda venöz, solda arterial qan olacaq. Yanlışdır. Bir qan dövranına malikdir. Quşlarda 2 qan dövranında. Pulcuğa malik ola bilməz. Olur. Pəncərələr süzəndə pulcuqlar ola bilir. Barmaqlar arasında üzmə pərdəsi ola bilər. Bəli, ola bilər. Məsələn, qaz kimlərdir? Barmaqlar arasında üzmə pərdəsi var. Ona görə də burada elə cavab E bəndidir. Uyğun cavab. 23-də diheterozigot boz ada dovşanı ilə heterozigot ağ ada dovşanı çarpazlaşdırılmışdır. Alınan fərqlərin hansı hissəsində valideynlərlə eyni genotipdə olar? Diheterozigot boz dovşanlı. Diheterozigot boz dovşan necə yazılır? Belə yazılır da. Diheterozigot demək boz dovşan. Bir dəqiqə. Və ağ
adı tutuşan, heterozigot A adı tutuşan. A deyirsə bu şəkildə, amma heterozigot olduğuna görə A genlərini heterozigot götürürəm. Alınıb edilən hansı hissəsi valideynlərlə eyni genotipli olar? Əvvəlcə bunlardan bir qamit alım və sonra həmin qamiti yazım. Burada yazım. İndi bu fərqləri baxaq, çarpazlaşdıraq, görək nə olacaq. Belə bir cədvəl aldıq. İndi bizə də burada deyildi ki, valideynlərlə eyni genotipə malik ola bilər. Valideynlərlə eyni genotipli olanlar hansıdır? Heterozigotlara baxaq birinci. Demək, neçəsi deyil də burada? Hansı hissəsi daha doğrusu? Hansı hissəsi? Bax, birinci heterozigotları işarətləyim. Heterozigotlar. Aha, 2 dənə. Və heterozigot ağlar. Heterozigot ağlar neçə dənədir? Heterozigot ağların biri demək budur, biri də budur. Neçə kombinasiyadır? 8 kombinasiyadır. 8-dən 4-ü. 8-dən 4-ü də başqa sözlər neçə eləyir? Yəni 2-dən 1 eləyir. 2-dən 1-i deməli valideynlərlə eyni genotipə malik olmuş olacaq. Evəndə uyğun cavabdır. Sonra 24-cü. İnsan tez yuxu fazasının sonunda oyanmaq şərti ilə maksimum yuxu siklində yatmışdır. Maksimum yuxu sikli deyirsə artıq 5 sikl götürəcəm. Və 5 siklında hərəsində bir lənc, bir tez olmaqla 10 dənə faza var. Yazaq lənc tez, lənc tez, lənc tez, lənc tez, lənc tez. Baxaq. 10 dənə faza var. Lənc yuxu fazalarının davam etmə müddəti minimumdur. 1,5 saatdır. Minimum dediyinə görə 1 saatla götürək. Aha. Tez yuxu fazalarının davam etmə müddəti isə maksimumdur. Tez yuxu fazaları 10-15 dəqiqədir. 15-dən götürürəm bunları. Və sonuncusu da 30 dəqiqədən götürürəm. Sonuncusu. Və görək necə. Baxaq. 5 dənə elə burada 5 saat deməli lənc yuxu fazalardır. 5 saat. 5 saat budur. Və görək tez yuxular nə qədər eləyir. Tez yuxulara baxsaq, tez yuxu fazaları 15, 15, 15, 15, 4, 15'in. Yəni 1 saat bu, yarım saat da bu, 1 saat yarım da bu, 1,5 saat. Toplamda nə qədər eləyir? 6,5 saat, yəni 6 saat yarım. Və ya başqa sözlə cavabda verilən kimi 6 saat 30 dəqiqə. Yəni 24-də cavab A bəndi edəcək. Sonra keçək növbəti 25-ci suala. Sürünənlərə aid olan erkək heyvanın somatik hüceyrəsində demək somatik hüceyrəsinin daha doğrusu bölünməsi zamanı anafaza mərhələsində xromosom və xromatidlərin cəmi 48-dir. Bu canlıda ilişik gen qruplarının cəmi neçədir? Aha. Sürünənlərə aid olan erkək heyvan somatik hüceyrəsinin bölünməsi zamanı anafaza mərhələsində anafazda ümumiyyətlə mitoz burada yəni somatik hüceyrəsi mitoz yolla bölünəcək. Bölünməsi yəni mitoz yoluna gedəcək. Və anafazada da xromosom xromatid miqdarı 4-ün 4C olacaq. 4-ün 4C. Və bu ikisinin cəmi 4-ün 4C-nin ikisinin cəmi 48-ə bərabərdirsə, hərəsindən haploid yığımı baxsaq, haploid yığım demək 6 çıxır buradan. Yəni bir xromatidli xromosomlar götürsək, lazım deyil burada yəni bizə bir xromatidli xromosomlar götürmək. Sadəcə ilə haploid yığımı bilsək kifayətdir. Haploid yığım buradan 6-ya bərabərdir. Ona görə haploid yığımı 6-ya bərabərdir ki,
Anafazada xromatid və xromosom sayı bir-birinə bərabər idi. Yəni bu ikisini 8 götürdüm. 8 də götürəndə haploid yığım buradan 6 çıxır. Və canlıda da ilişik gen qruplarının sayı haploid yığıma bərabərdir. Ona görə də cavab 25 ilə C bəndi olacaq. Baxaq görək başqa hansı sual var burada. Neçənci testiydi? 25-ci testiydi. Aha. 25 26-cı test. Aha. Qadının uşaqlıq borusunda baş verir. Qadının uşaqlıq borusunda baş verir. Uşaqlıq borusunda nə baş verir? Yumurta hüceyrə ilə spermatozoidin birləşməsi, bəli. Ovulyasiya, xeyr, bu yumurtalıqda baş verir. Yanlışdır. Ciftin əmələ gəlməsi. Cift uşaqlıq borusuna niyə əmələ gəlir ki? Cift uşaqlıqda əmələ gələr də. Yəni yumurtalıq borusuna əmələ gəlməz, uşaqlıqda əmələ gəlir. Rüşeyin ilkin inkişafı. Rüşeyin ilkin inkişafı o başlanğıc mərhələdə ziqotun bölünərək deməli çox hüceyrəli rüşeyimə çevrilməsi, ilkin inkişaf, başlanğıc inkişaf. Bəli, bu boruda gedəcək. Partlamış follikulun yerində sarı çimə əmələ gəlməsi bu isə partlamış follikulun yerində, yəni yumurtalıqda gedəcək. Ona görə də cavab burada 1-4 oldu. 1-4 cavabı da B bəndində verilmişdir. 27-də. Nöqtələrin yerinə uyğun gələn mülahizələri seçin. İçində parçalanması baş verər, nişasta. Demək deyil ki, nişasta olan sınaq şüşəsini öd əlavə etsək, içində parçalanan mı? Burada biz uyğun olan seçməliyik. Nişasta ödün təsirindən həll olunmur, yəni parçalanmır. Ona görə bu uyğun cavab deyil. Götürmürük. 2-də zülal olan sınaq şüşəsinə mədə şirəsi əlavə etsək. Süd zülallarının həzmi ümumiyyətlə mədədə gedə bilir. Ona görə də bu bəli parçalana bilər. Sonra 3-cüyə baxaq. Deyil ki, burada yağ olan sınaq şüşəsinə ağız suyu əlavə edəcək. Xeyr, yağlar ağızda həzm olunmur. Ona görə də bu da olmayacaq. Nişasta olan sınaq şüşəsinə ağız suyu əlavə edəcək. Bəli, uyğundur bu. Çünki nişastanın həzmi, o tialinin təsirindən həzmi ağızda gedirdi. 5-ci, zülal olan sınaq şüşəsinə ağız suyu əlavə edəcək. Xeyr, bu da uyğun deyil. Ona görə sadəcə burada 2 ilə 4 uyğun oldu. 2 ilə 4-də D bəndində verilmişdir. Yəni 27-də cavab D bəndi olacaq. Baxaq 28-ə. 28-də görək nə deyir? Başlanğıc sayı 3 ədəd olan bakteriya fasiləsiz maksimum sürətlə çoxalaraq 1536 fərd əmələ gətirmişdir. Bir bakteriyanın son bölünmədə neçə fərdi iştirak etmişdir? Baxaq. Başlanğıc bakteriyası 3 ədəddir. 3 ədəddir. 3 dənə bakteriya var. Və bunlar bölünürlər, sonda maksimum sürətlə çoxalır 1536 bakteriya əmələ gətirmişdir. Hər bir bakteriya 2 yerə bölünür. Yəni 1536 bakteriyada müəyyən bir say bakteriyanın 2 yerə bölünməsindən əmələ gəlmişdir. Demək, 1536-nı əmələ gətirmək üçün 1536-nı bölürəm 2-yə, deməli nə alıram burada? 768. Yəni 1536 bakteriyanı əmələ gətirmək üçün 768 bakteriya 2 yerə bölünmüşdür. Yəni demək istəyirəm ki, sonuncu bölmədə 768 bakteriya iştirak etmişdir. Yəni, bəs onda bunlardan, bu bakteriyalardan birinin neçə fərdi iştirak etmişdir? Bunu da tapmaq üçün 768-i 3-ə bölürəm. Alıram 256. Aha. Hər birinin 256 fərdi iştirak edərək, yəni bu bölünməni təmin etmişdir. Ona görə də cavab C bəndi olacaq. Əgər mamırlarda kök olsaydı, enliyarpaqlı meşə yarısında yerüstü yarusların yeraltı yaruslarına nisbəti neçə olardı? Yerüstü yaruslar, enliyarpaqlı meşədə 5 dənə yarus var. Əgər bunlardan bilirik ki, demək 4 yarusun kökü var. Amma 5-ci yarısı olan mamır və şibyələrin kökü yoxdur. Əgər mamırların kökü olsaydı, o zaman elə demək burada yarusların bir-birinə olan nisbəti, yəni yerüstü daha doğrusu yarusların, yeraltı yarusların bir-birinə olan nisbəti 5-in 5-i olacaqdır. Çünki mamırın kökü yox idi, 4 yarusun kökünü götürürdü. 5-in 4-ü olurdu. Amma indi mamırında kök olsa, o zaman 5-in 5-i olacaq. 5-in 5-i də elə burada ilə C bəndində verilmişdir. Yəni 5-in 5-i və ya başqa sözlə 1-in 1-i eyni şeydir. Ona görə C bəndini burada götürə bilərik. Qutucuq meyvəyə rast gəlinər. Qutucuq meyvəyə rast gəlinər görək hansında. Demək, qutucuq meyvə dəlibəng və xanım otunda. Dəlibəng və xanım otunda xeyr. Qutucuq meyvə burada dəlibəngdə var, amma xanım otunda qutucuq meyvə deyil. Uyğun deyil. Badımcan, xeyr, badımcan yox.
Sfagnu, ümumiyyətlə sfagnuda qutucuq var, amma meyvə deyil, olmayacaq. Həmçinin burada E bəndində də quş mamırı verilib. Deməli, sadəcə bizə uyğun olan nə oldu? Lalə və bənövşə oldu. Lalədə, bənövşədə, qutucuq meyvədə, yəni cavab D bəndi olacaq. Keçək 31-ci suala. 31-də nə deyir? İnsanda böyrək arteriyasında olan sidik cövhəri sidik toplayıcı borucuğa gələnə qədər hansı rəqəmlərlə qeyd olmuş hissədən keçməz? Aha. Demək, işarələyək burada. Böyrək arteriyasında olan sidik cövhəri borucuğa gələnə qədər, bura gələnə qədər hansı rəqəmlərlə qeyd olmuş hissədən keçməz? Bura hardan gəlir? Böyrək arteriyasında olan sidik cövhəri. Demək, böyrək arteriyasında ümumiyyətlə gəlir, daxil olur böyrəyə, yəni orada nefronun içərisində şaxələnir və kapillər yumancıq əmələ getirir. Orada da süzülmə baş verir, ilkin sidik əmələ gəlir. İlkin sidiyin tərkibində olan sidik cövhəri keçir kapsulun boşluğuna, oradan da gəlir kanalcıqlara və henliyicəyinə. Sonra isə reabsorpsiyadan sonra, yəni reabsorpsiya getdikcə, həmçinin orada müəyyən maddələr geri sorulur və sonda qalan sidik cövhəri burada toplayıcı borucuqlara keçir. Burada ardıcılığı deyək ki, deməli, arteriya damarlarını dedim, kanalcıqları dedim, henliyicəyini dedim, amma vena damarını demədim. Çünki vena damarının, yəni bu prosesin gedişatına əslində birbaşa bir aidiyyatı yoxdur. Necə? Çünki sorulmadan sonra qan, daha doğrusu süzülmədən sonra qan venaya keçir. Ona görə cövhər venada olmadan borucuğa keçəcək. Ona görə də burada sadəcə biz vena cavabını götürə bilərik. Sadəcə vena cavabda 4-də verilmişdir. Yəni 31-də cavab D bəndi olacaq. Sonra baxaq 32-ci suala. Verilən fikirlərdən hansı doğrudur? Sporlu bitkilərin bir hüceyrəli nümayəndələri ola bilər. Sporlu bitkilərin bir hüceyrəli nümayəndələri ola bilər. Sporlu bitkilər hansı bitkilərdir? Mamır, qıcılar, qatır quyruqlar, planlar. Yəni, mən bildiyim qədərilə bunların bir hüceyrəli nümayəndəsi yoxdur. Ona görə bu yanlışdır. 2-də deyir ki, çiyəkli bitkilərdə cinsi nəsil reduksiyaya uğrayıb. Çiyəkli bitkilərdə, bəli, cinsi nəsil reduksiyaya uğrayıb. Yəni, bu, ümumiyyətlə, təkcə çiçəkli bitkilərdə yox, mamırlardan sonra demək olar ki, elə hamısında gametofit nəsil, daha doğrusu sporofit nəsil üstündə gametofit zəif inkişaf edib və çiçəkli bitkilərdə də cinsi nəsil reduksiyaya uğrayıb. Bəli, bu doğrudur. Yəni, mənə də doğru lazımdır. Ona görə 2-ni götürəcəm. Sonra nə deyir mənə? Deyir ki, eyni yarpaqlı meşənin 3-cü yarısında yerləşən bitkilərdə qeyri-cins nəsil üstünlük təşkil edir. Bəli, 3-cü yarısında hansı bitkilər yerləşir? Burada əsasən tutaq ki, kol bitkiləri deyiləm, tutaq ki, fındıqdır və sonra gərmaşovdur və digər ümumiyyətlə kol bitkiləri yerləşir ki, bunlar da ümumiyyətlə örtü toxum bitkilərdir. 5-ci yarus desəydi, məsələn, bu cavabı yanlış ola bilərdi. Çünki 5-ci yarusda mamırlar var. Və ya ki, 4-cü yarus desəydi, 4-cü yarus üçün bu cavabı yanlış ola bilərdi. Çünki orada qıcı kimlər var, ot bitkilər var. Amma 3-də olan kol bitkiləri, bunlar, yəni hamısı, demək olar ki, yəni orada başqa bir şöbənin adı çəkilməyib. Sadəcə örtü toxum bitkilər verilib. Ona görə bunlarda cinsi nəsil üstünlük təşkil edir cavabı deyilsə, bu doğrudur. 4-də baxaq, quş mamırının yetkin fərdi rizoidə malik deyil. Niyə malik deyil? Malikdir. Ona görə bu yanlışdır. 5-də də deyir ki, dişi quş mamırı üzərində həm cinsi, həm də qeyri-cinsi çoxalma müşahidə edilə bilər. Deməli, dişi quş mamırı üzərində qutucuq əmələ gəlir. Qutucuq əmələ gəlir və qutucuqda burada sporlar yaranır. Sporlar qeyri-cinsi çoxalmanı təmin edir. Həmçinin dişi bitki üzərində anteridi var. Anteridi də mayalanma gedir və cinsi çoxalma da gedir. Deməli, həm cinsi, həm də qeyri-cinsi çoxalma bəli müşahidə oluna bilər. Yəni 5 də uyğun oldu. O zaman 2, 3 və 5, 2, 3, 5. Harada da 2, 3, 5? E-də. Sadəcə E-də verilmiş cavab uyğun cavabdır. Sonra ontogenezi zamanı qidalanma tipini dəyişən göbələkli sporlar əmələ gəlir. Qov göbələyi haqqında bilirik bunu. Qov göbələyi əvvəlcə bitkinin üzərində parazitlik edir, amma bitki məhv olandan sonra da onun üzərində saprofit qidalanmağa davam edir. Qov göbələyi borucuqlu göbələkdir. Yəni burada cavab A bəndidir. Digər cavablar uyğun cavab deyil. 34-də hansı canlının ətrafı çanaq, burma, bud, baldır və pəncədən ibarətdir? Bu, deməli, həşəratların ayaqlarında olur. Bu hissələr, çanaq, burma, bud, baldır. Bizə də həşərat cavabı lazımdır. Həşərat burada boz çəyirtkədir, yəni D bəndi uyğun cavabdır. Keçək 35-ci suala.
etmə müddəti minimum və maksimum olan geoloji dövrlərdə meydana çıxanları müvafiq olaraq yazın. Demək, nə deyir bizə? Davam etmə müddəti minimum olan maksimum olan. Aha, geoloji Davam edək 35-ci sualdan. Davam etmə müddəti minimum maksimum olan geoloji dövrlərdə meydana çıxanlara müvafiq olaraq yazacaqdır. Davam etmə müddəti minimum olan demək antropogen deməli dövrüdür. Antropogen dövründə demək yəni daha doğrusu dövrünün davam etmə müddəti 1.8 milyon və bir də proterozoida da orada, proterozoa erasında da orada dövrlər qeyd olunmur, amma proterozoida ən uzun davam etmə müddətinə malikdir. Və biz minimumu birinci, maksimumu isə ikinci yazmalıyıq. Minimum olan burada hansıdır? Yəni birinci antropogenə aid olanları yazmalıyıq. İkinci siqnal sistemi ilə insan yarandığı dövrdə yaranmışdır və qəlsəmələr də yəni ən uzun davam etmə müddəti olan proterozoa erasında yaranmışdır. İndi orada dövr yoxdur deyil, eranı qeyd edirəm. Qəlsəmələr yaranmışdır. Və digər cavablar isə uyğun deyil. Yəni süd vəzləri, prokaryotlar və s. uyğun deyil. Sonra 36-cı suala baxaq. Doğru fikri tapın. Yassı döşkəbəsinin olmasına görə insana bənzər olan meymun diopteklərdən başlanğıc götürüb. Bu testi yazmaq üçün ən yaxşı olar ki, birinci bu dəstəkdə verilmiş sxemi quraq. Demək, paraptiklərdir. Paraptiklərdən başlanğıc alır. Hibbon, dioptek və orangutan. Və dioptekin özündənsə başlanğıc alıb, demək dioptekdən nə başlanğıc alıb? Avstraloptek, şimpanze, gorilla. Şimpanze, avstraloptek və gorilla. Gorilla başlanğıc alıb. Baxaq. Deyək ki, bildim. Yassı döşkəbəsinin olmasına görə insana bənzər olan meymun diopteklərdən başlanğıc götürmüşdü. Bu hibbondur. Hibbon yassı döşkəbəsi və hamar formalı kəllənin olmasına görə insana bənzəyirdi. Hibbon bu deyək ki, dioptekdən başlanğıc götürmüşdür. Xeyr, hibbon. Buradadır, dioptek isə bunların hər ikisi paraptekdən başlanğıc götürüblər. Ona görə bu cavab yanlışdır. Sonra B-də deyir ki, ətrafların ölçüsünə görə insana bənzəyən meymun insanın bilavasitə əcdadıdır. Ətrafların ölçüsünə görə insana bənzəyən meymun şimpanzedir. Şimpanze insanın birbaşa əcdadı deyil. Yanlışdır bu. Sonra Z-də deyir ki, 12 cüt qabrığaya malik insana bənzər meymun avstralopteklərə başlanğıc verib. 12 cüt qabrığaya malik olan hansıdır? 12 cüt qabırğa orangutandadır. Orangutan avstralopteklərə başlanğıc verməyib. Orangutan dioptekdən başlanğıc alıb. Yox, üzr istəyirəm. Orangutan paraptekdən başlanğıc alıb, avstraloptek isə dioptekdən başlanğıc alıb. Yəni əcdadları ayrı-ayrıdır. C-də yanlışdır. D-də deyir ki, ümumi bədən nisbətlərinə görə insana bənzər olan meymun diopteklərdən başlanğıc götürüb. Ümumi bədən nisbətlərinə görə insana bənzər olan gorilladır. Gorilla bu burada verilmiş. Gorilla dioptekdən başlanğıc alıb fikri doğrudur. Bu ifadə doğrudur. Deməli, deyil doğrudur, amma E-yə də baxaq. E-də deyir ki, kəllənin hamar olmasına görə insana, hibbondan söhbət gedir yenə. İnsana bənzər olan meymun insana başlanğıc vermişdir. Xeyr, insana hibbon başlanğıc verməyib. Deməli, sadəcə burada D cavabı uyğun oldu. Keçək digər testdə, 37-ci testdə. 37-də deyir ki, demək ki, hansı bitkinin yeraltı şəkilləşməsi yeraltı zoğların ud hissəsinin genişlənməsinə yaranmışdır. Yeraltı zoğların ud hissəsinin genişlənməsinə yaranan gövdə yumrulardır. O yeraltı solonların ud hissəsi genişlənir, orada ehtiyat qidan maddələr toplanır və onlar şişkinləşirlər. Gövdə yumrularda kartofda və topinambırda var. İndi burada kartof yoxdur, amma topinambır cavabı var. Digərləri ayrıqota, gecikən və dəvədəbanında kökmüsov və sarımsaqda isə soğanaqdır. Yəni uyğun cavab deyil onlar. 38-ə baxaq. Cümləni tamamlayın. Anadonta hermafroditdir. Xeyr, ayrı cinsiyyətlidir. Sürfə mərhələsində parazitlik edir. Bəli, balıqların üzərində, dərisində, qəsəmələrində parazitlik edir və yəni onlara yapışaraq parazitlik edir. Həm parazitlik edir, həm də onların vasitəsilə miqrasiya edir, yayılır. Bu doğrudur. B cavabı doğrudur. Amma digərlərinə də baxaq. Deməli, başayaqlar sinfinə aiddir. Xeyr, 2 taydadır. 2 kameralı ürəyə malikdir. 3 kameralı ürəyi ağızciyərlərlə tənəffüs edir. Xeyr, qəsəmə ilə tənəffüs edir. Sadəcə B cavabı uyğundur.
39-a baxaq. Bitkilərin neçə əsas şöbəsinin nümayəndələrində Olqamiya tipli qametlərə rast gəlinir. Olqamiya nə idi? Olqamiya deməli yumurta hüceyrə iri və hərəkətsiz olması ilə spermatozoiddən fərqlənirdi. Demək ki, hansı nümayəndələrdədir? Bir yosunlarda var. Yosunlarda. Laminariyada. Sonra mamırlarda da var. Qıcı kimilərdə də var. Deməli 3 dənə şöbədə var bu. Qıcı kimilərdə, mamırlarda və yosunlarda. Yəni burada C bəndi uyğun cavabdır. Sonra 40-da deyir ki, aşağıdakı cədvəldə bir xəstəyə verilən vitaminlər nəticəsində xəstənin vəziyyəti göstərilmişdir. Sağalma olmuşdur və plus qoyulub, sağalma olmayan yerlərə isə minuslar qoyulub. Bu insan hansı xəstəlikdən əziyyət çəkir? Baxaq, cavablara baxaq. Skorbut xəstəliyi. Skorbut xəstəliyi C vitamini çatışmadıqda yaranır. C vitamini çatışmadıqda yaransaydı, burada C vitamini veriləndə sağalardı bu. Ona görə bu deyil. Berberi B vitamini çatışmazlıqda olur. B vitamini çatışmırdısa, B vitamini verildiyi hallarda sağalardı, amma sağalmayıb. Yanlışdır. Raxit D vitamini çatışmadıqda yaranır. D vitamini verildiyi hallarda sağalma müşahidə olunub. Olar. Toyuq körlüğü A vitamini çatışmadıqda yaranır. Baxaq. Deməli, toyuq körlüğü A vitamini çatışmadıqda yaranır. A-ya burada plus qoyulub, amma digərlərində plus yoxdur. Ola bilsin ki, bu D və E-yə görə də qoyula bilərdi. Yəni, o sağalma müşahidə olunurdu. Ona görə də toyuq körlüğü uyğun deyil. Akromegaliyada vitamin çatışmazlığından yaranan xəstəlikdir. Orada hormon çatışmazlığı, üzr istəyirəm, hormon artıqlığı olurdu. Yəni vəzin hiperfunksiyası olurdu. Hipofiz vəzin. Ona görə də onun əlaqəsi yoxdur bura və C bəndi uyğun cavabdır. Demək burada 4-cü sınaq yekunlaşdı. Ümidvaram ki, faydalı olar hər biriniz üçün. Əgər video xoşunuza gələrsə, videonu bəyənməyi, kanala abunə olmağınızı sizdən xahiş edirəm. Bununla kanala dəstək ola bilərsiniz. Çox sağ olun. Təşəkkür edirəm hər birinizə.